Salam, bu gün sizə qəbul tipli 5 sualın izahını verəcəm. Başlayaq birinci sualdan. Birinci sualda deyilir ki, sinus alfa A olarsa, sinus 4 alfa vurulsun kosinus 3 alfa çıxılsın, sinus 2 alfa vurulsun kosinus 5 alfa ifadəsinin qiymətini A ilə ifadə edin. Gəlin əvvəlcə bu hasillərin hər birini cəmə çevirək. Sinus 4 alfa vurulsun kosinus 3 alfa bərabərdir 2-də 1. Deməli, sinus 4 alfa üstə gəlsin 3 alfa eləyir 7 alfa. Üstə gəlsin sinus 4 alfa çıxılsın 3 alfa eləyəcək alfa. Yəni, sinus 7 alfa üstə gəlsin sinus alfa bölünsün 2 alarıq. Baxaq ikinci hissəyə. Deməli, sinus 2 alfa vurulsun kosinus 5 alfa bərabərdir. Deməli, 1 bölünsün 2. Yenə sinus 2 alfa plus 5 alfa 7 alfa. Deməli, üstə gəlinsin sinus 2 alfa çıxılsın 5 alfa eləyir mənfi 3 alfa. Mənfi işarəsini sinusun qarşısına ata bilərik. Olacaq mənfi sinus alfa. Daha doğrusu mənfi sinus 3 alfa. Bərabərdir. Bu eləyəcək sinus 7 alfa çıxılsın sinus 3 alfa bölünsün 2. Mən son şərtində bunların fərqini A ilə ifadə etməliyik. Ona görə gəlin bunları bir-birindən çıxaq. Deməli, hər ikisinin məxrəcində 2 var. Ona görə 2-də 1-i möhtəzə xaricdən çıxaraq 2-də 1 vurulsun. İndi isə bunların fərqinə baxaq. Sinus 7 alfa üstə gəlsin sinus alfa çıxılsın sinus 7 alfa üstə gəlsin sinus 3 alfa bərabərdir. Deməli, müsbət sinus 7 alfa və mənfi sinus 7 alfa islah olunur. Qalır nə? Sinus alfa üstə gəlsin sinus 3 alfa bölünsün 2. Deməli, burada əslində sinus 3 alfanı 3 qat arqument düsturu ilə açıb tapa bilərik. Amma fərz edək ki, həmin düsturu bilmirik. Ona görə indi isə gəlin cəmdən hasili keçək. Bu hissəni silirəm. Deməli, sinus alfa üstə gəlsin sinus 3 alfanı hasilə çevirək. Olacaq 2-də 1 vurulsun 2 sinus alfa plus 3 alfa bölünsün 2 eləyir 2 alfa vurulsun kosinus alfa çıxılsın 3 alfa bölünsün 2 eləyir kosinus mənfi alfa. Kosinus mənfi alfanın da yerinə kosinus alfa yaza bilərik. Bərabərdir. Var ixtisar olunur. Qalır sinus 2 alfa vurulsun kosinus alfa. Sinus 2 alfanın da biz bilirik ki, belə bir düsturu var. 2 sinus alfa vurulsun kosinus alfa və bir dənə də kosinus alfa olduğuna görə kosinus kvadrat alfa yaza bilərik. Bərabərdir. 2 sinus alfa vurulsun kosinus kvadrat alfanın yerinə yazaq. 1 çıxılsın sinus kvadrat alfa bərabərdir. Deməli, 2 sinus alfa çıxılsın 2 sinus kub alfa. Son şərtində sinus alfa A verilib. Burada yerinə qoyaq. Olacaq 2A çıxılsın 2A-nın kubu. Yəni, cavab eləyəcək Y variantı. Və yaxud bayaq dediyim kimi biz 3 qat arqument düsturundan istifadə edə bilərdik. Deməli, sinus 3 alfanın yerinə burada yaza bilərik belə. 3 sinus alfa çıxılsın 4 sinus kub alfa. Bu 3 qat arqument düsturudur. Bərabər olacaq. Deməli, sinus alfa plus 3 sinus alfa eləyir 4 sinus alfa. 4 sinus alfa
və bunların hər ikisini də 2-yə bölsək, 2 sinus alfa çıxılsın, 2 sinus kub alfa alarıq. Yəni burada aldığımız fərqi yenidən burada alarıq. Yəni cavab olacaq Y variantı. Keçək ikinci suala. Deməli, ABC bucağının A təpəsindən çəkilən tənbölən BC tərəfini BN bərabərdir 2 və NC bərabərdir 1 olan parçalara ayırır. Deməli, üçbucağın A təpəsini burada götürək. Deməli, belə bir tənbölən çəkilmişdir. Bura B, bura C. Tənbölən oturacaq olsun N. BN 2-yə bərabərdir, NC 1-dir. Deməli, AB LC 3x-dir. AB deməli LC 3x-dir. AC isə LC 2x-dir. LC 2x və AN tənböləndir. Deməli, biz tənbölən xassəsindən bilirik ki, LC 3x bölünsün 2 bərabərdir LC 2x bölünsün 1-ə. Və tənasübün xassəsindən istifadə etməklə bunları biz belə deyək, çarpma şəkildə vura bilərik. Deməli, 2 LC 2x bərabərdir LC 3x. Deməli, bu 2 əmsalını biz 2x-in qüvvətinə gətirə bilərik. Onda olacaq LC 2x-in mötərizə kvadratı, hansı ki 4x kvadrat eləyir, bərabərdir LC 3x. Və buradan da alarıq ki, 4x kvadrat bərabərdir 3x-dir. Aydındır ki, x 0-a bərabər ola bilməz. O zaman bu təyin hər iki tərəfini x-ə bölə bilərik. Onda buradan nə alarıq? Buradan alarıq ki, 4x bərabərdir 3-dür və x 0,75-ə bərabərdir. Son şərtində bizdən AC tərəfini soruşur. AC tərəfi LC 2x-ə bərabərdir və x də 0,75 olduğuna görə buraya eləyəcək LC 1,5. Yəni düzgün cavab olacaq LC 1,5. B variantı. Keçək üçüncü suala. Deməli, sonsuz azalan həndəs silsilənin cəmi fx bərabərdir x kub plus 3x çıxılsın 9 funksiyasının mənfi 2-3 parçasında aldığı ən böyük qiymətə bərabərdir. Birinci həddə ikinci həddin fərqi f teoremi 0-a bərabər olarsa, silsilənin vuruğunu tapın. Deməli, əvvəlcə gəlin biz bu funksiyanın mənfi 2-3 parçasındakı ən böyük qiymətini tapaq. Deməli, gəlin bu funksiyanın əvvəlcə teoreməsinə fikir verək. F teoremi x nəyə bərabərdir? Birinci tərtib teoreməsi. Deməli, 3x kvadrat üstə gəlsin 3. Aydındır ki, x dəyişənin bütün həqiqi qiymətlərində bu müsbətdir. Sıfırdan ciddi böyükdür. Və əgər bunun birinci tərtib teoreməsi sıfırdan ciddi böyükdürsə, deməli fx funksiyası artandır. Və artan funksiyadırsa əgər bu, o zaman bu özünün ən böyük qiymətini aydındır ki, parçanın sağ ucunda alar. Yəni 3 nöqtəsində bu funksiya özünün ən böyük qiymətini alar. Onda biz belə yaza bilərik. Maksimum fx bərabər olacaq. Deməli f3-ə. Deməli, burada parçanı da qeyd edək, mənfi 2-3 parçasında bərabərdir. Bu funksiyada, deməli, x-in yerinə 3 yazırıq. Olacaq, deməli, 27 plus 9 çıxılsın 9. O da eləyir 27. Yəni, bu funksiyanın bu parçadakı ən böyük qiyməti 27-dir. Və son şərtinə görə bu, sonsuz azalan həndəs silsilənin cəmidir. Onu S ilə işarə edək, yəni S bərabər olacaq bizdə 27-yə. Və aydındır ki, əgər sonsuz azalan həndəs silsilənin birinci həddini B1, silsilə vuruğunu da Q ilə işarə etsək, onda bu nəyə bərabər olacaq? B1 bölünsün 1 çıxılsın Q-yə. Bərabərdir 27. Və qeyd edək ki, burada silsilə vuruğunun modulu vahiddən ciddi kiçik olmalıdır. Deməli, bizə deyir ki, birinci həddlə ikinci həddin fərqi f teoremə 0-a bərabərdir. Onda gəlin f teoremə 0-ı tapaq. F teoremə 0 bərabər olacaq. X-in yerinə 0 yazırıq. Eləyir 3. Deməli, birinci həddlə ikinci həddin fərqi 3-ə bərabərdir. Yəni, B1
çıxılsın. B1 vurulsun Q bərabərdir 3-ə. Buradan B1-i möhtəzə xaricinə çıxaraq, deməli buradan alınır. B1 vurulsun. 1 çıxılsın Q bərabərdir deməli 3-ə. Deməli gəlin buradan B1-i tapaq. Deməli B1 bərabər olacaq 27 vurulsun 1 çıxılsın Q-yə. Onda B1-in bu dəyərini gətirək burada yerinə qoyaq. Nə alarıq? Deməli 27 vurulsun 1 çıxılsın Q-nün möhtəzə kvadratı bərabərdir 3. Deməli 1 çıxılsın Q-nün möhtəzə kvadratı bərabərdir 9-da 1. Və kvadratı 9-da 1-ə bərabər olan aydındır ki 3-də 1 və mənfi 3-də 1-dir. O zaman yazırıq 1 çıxılsın Q bərabərdir 3-də 1. Və buradan Q-nün 3-də 2 olduğunu alarıq. Bir də ki, deməli, buranı silirəm. 1 çıxılsın Q mənfi 3-də 1-ə bərabər olmalıdır. Buradan da deməli Q-nün deməli 3-də 4 olduğunu alarıq. Deməli, aydın ki 3-də 4 vahiddən böyükdür və biz dedik ki, deməli bu sonsuz azalan həndəs silsilənin silsilə vurğunun modulu vahiddən ciddi kiçik olmalıdır və bu vahiddən böyük olduğuna görə deməli Q 3-də 4 ola bilməz. Yəni belə deyək, silsilə vurğu 3-də 4-ə bərabər olan bir sonsuz həndəs silsilə var, lakin o azalan ola bilməz təbii ki. Deməli Q o zaman olacaq 3-də 2. Yəni düzgün cavab olacaq B variantı. Baxaq 4-cü suala. Deməli M parametrin hansı qiymətində tənliyi ordinat oxunun tənliyidir? Deməli aydındır ki, ordinat oxu üzərində götürülmüş ixtiyari bir nöqtənin apsisi 0-a bərabərdir. O zaman biz deyə bilərik ki, ordinat oxunun tənliyi x bərabərdir 0 şəklindədir. Yəni biz bu tənliyi bu sualın şərtinə verilmiş tənliyi x bərabərdir 0 şəklinə gətirməliyik. Aydındır ki, o zaman y asılı dəyişənin əmsalı 0-a bərabər olmalıdır. Yəni m kvadrat çıxılsın 4 bərabər olmalıdır 0-a. Buradan alarıq ki, m kvadrat bərabərdir 4 və m1 bərabərdir 2 və deməli m2 bərabər olacaq mənfi 2-yə. Deməli m-in 2 qiymətini aldıq, m parametrinin 2 qiymətini aldıq və bunları gəlin yoxlayaq. Görək hansında x bərabərdir 0 halı alınır. Deməli m-in 2 qiymətini qoysaq, deməli x sərbəst dəyişənin əmsalı 0-a bərabər olur. Burada aydındır ki 0-a bərabər olur və 0 bərabərdir 1 halı yaranır. Deməli m1-in 2 qiyməti şərtə uyğun deyil. M2-nin mənfi 2 qiymətini yoxlayaq. Bu halda bura olur. Deməli mənfi 4x üstə gəlinsin. Y-in əmsalı 0-a bərabər olur. Yəni mənfi 4x bərabərdir 1, x bərabərdir mənfi 4-də 1. Gördüyünüz kimi yenə də x bərabərdir 0 halı yaranmadı. Yəni m1-in 2 qiyməti də, həmçinin m2-nin də mənfi 2 qiyməti də bizim şərtə uyğun deyil. Yəni cavab olacaq m parametrinin heç bir qiymətində. Baxaq sonuncu sualımıza. Deməli, ABCD paralleloqramının A təpəsindən BC tərəfini K nöqtəsində kəsən və uzunluğu 20-yə bərabər olan AK tömürən çəkilmişdir. Olsun ABCD paralleloqramı. ABCD A təpəsindən deməli BC tərəfini K nöqtəsində kəsən bir təmbölən çəkək. Uzunluğu 20-yə bərabərdir və B bucağı bizdə 150 dərəcəyə bərabərdir. Əgər B bucağı 150 dərəcədirsə, o zaman aydındır ki, BAD bucağı 30 dərəcəyə bərabər olacaq və AK-nın da təmbölən olduğunu nəzərə alsaq, bu bucaqlar olacaq 15 dərəcə. Deməli, bizə deyir ki, K nöqtəsindən AD tərəfinə KF perpendikulyarı çəkilibdir. Belə bir perpendikulyar çəkək. Deməli, AKF üçbucağının sahəsi bizdən soruşulur. Yəni, belə desək, hipotenuzu 20-yə bərabər olan və iti bucaqlarından biri 15 dərəcə olan bir üçbucağın sahəsinin tapılması tələb olunur. Və əslində bunu düsturla yazmaq mümkündür. Amma gəlin düsturla yazmayaq. Belə eləyək. Tutaq ki,
AF katet olsun A, KF katet olsun B. Gəlin sinus 15 dərəcəni hesablayaq. Sinus 15 dərəcə nəyə bərabərdir? Deməli, B bölünsün 20-yə. B bölünsün 20-yə bərabərdir və buradan B-nin 20 vurulsun sinus 15 dərəcə olduğunu alırıq. Digər tərəfdən kosinus 15 dərəcə bərabərdir A bölünsün 20-yə və buradan deməli biz A tərəfinin yerinə 20 vurulsun kosinus 15 dərəcə yaza bilərik. Gəlin bu qiymətləri burada yerinə yazaq. Deməli 20 vurulsun kosinus 15 dərəcə, 20 vurulsun sinus 15 dərəcə. Və aydındır ki, düzbucaqlı üçbucağın sahəsi onun katetləri hasilinin yarısına bərabərdir. Yəni sahə bərabər olacaq 2də 1 katetlərin hasili. 20 vurulsun. Gəlin əmsalları qarşıda yazaq. 20 vurulsun 20 vurulsun. Deməli sinus 15 dərəcə vurulsun kosinus 15 dərəcə. Bərabərdir. 2də 1 20-yə vurulsa eləyəcək 10 vurulsun. 20-nin yerinə yazaq 10 vurulsun 2. Sinus 15 dərəcə vurulsun kosinus 15 dərəcə. Bərabərdir. Bu eləyir 100 vurulsun. 2 sinus 15 dərəcə vurulsun kosinus 15 dərəcə. Aydındır ki, sinus 30 dərəcə bərabərdir və sinus 30 dərəcə də 2də 1-ə bərabərdir. O zaman cavab olacaq 100 bölünsün 2, 50. Cavab eləyəcək burada deməli 50. İndi bununla bərabər başqa bir üsulla da yazmaq mümkündür. Bu daha maraqlıdır. Mən gəlin bu hissələri silək. Deməli. Gəlin belə bir addım ataq. Bu AKF üçbucağına konvergent olan bir üçbucaq quraq. Deməli, bura olsun K' nöqtəsi. Deməli, aydındır ki, burada 15 dərəcəyə bərabər olacaq. Və əgər AK 20-dirsə, AK' də 20-yə bərabər olacaq. Və bu üçbucaqlar biz, yəni bu AK'-F üçbucağını biz AKF-ə konkurent qurduğumuza görə bunların sahələri bir-birinə bərabərdir. O zaman AK-K' ümumi üçbucağının sahəsini aydın ki 2S bərabərdir. Və biz bilirik ki, iki tərəf onlar arasında qalan bucağa görə üçbucağın sahə düsturunu yaza bilərik. Olacaq, deməli 2də 1 20 vurulsun 20 vurulsun onlar arasında qalan bucaq. Yəni bu bucaq. Bu da aydındır ki 30 dərəcəyə bərabərdir. Sinus 30 dərəcə. Onu da yerinə yazaq 2də 1. O zaman buradan S-i tapsaq, S bərabər olacaq. Deməli 8də 1 20 vurulsun 20. Yəni 400. 400-ü də 8-ə bölsək eləyəcək 50. Suallar bu qədər. Növbəti videolarda görüşərik. Sağ olun.